22-ci fəzilətindən onu deyən kəsin o sözü deyən kəsin səhifələrində nur olacaqdır, bədənində ruh olacaqdır. Necə ki, Talha ibn Ubeydillah radiyallahu anhudan sabit olmuşdur ki, demişdi ki, eşitdim ki, Allahın Resulü sallallahu aleyhi ve sellem deyir. Mən elə bir kəlmə bilirəm ki, onu kim ölüm vaxtı desə, onun səhifəsində nur olar, bədənində ruh olar. Ölüm vaxtı isə onun üçün rahatçılıq olar. Yəni, insanın səhifəsində nur, bədəndə ruh olduqda buradakı o rahatçılıqdan söhbət gedir. Ölüm vaxtı rahatçılıq olar onun üçün. Ömər ibn Xattab radiyallahu anh deyir ki, Ənə a'ləmuhə, mən deyir, onu bilirəm. Hiyyəlləti əradə əmməhu aleyhə. Peyğəmbər s.ə.v əmsi üçün onu istəmişdi. Burada şəxs əvəzliyi qaydır Muhammed s.ə.və وَلَوْ عَلِمَ أَنَّ شَيْئًا أَنْجَلَهُ مِنْهَا لَأَمَرَهُ. Yəni, kəlmə şəhadətindən başqa bir şey olsaydı ki, onu oradan qutarası, onu əmr edərdi. Deməzdik deyən, la ilahe illallah. Yəni, gör nətər şeydə. Yəni, Ömər deyilən buradakı qəsdi, Peyğəmbər s.ə.v əmsi Əbu Talibdən söhbət, ölüm vaxtı Peyğəmbər s.ə.v ona deyir ki, bu kəlməni denən, yəni la ilahe illallah kəlməsini denən, o kəlmə ilə Allah yanında sənə şahidlik edib.